Bağlı bağçalı. Ləzzət deyə bura. Hörmətli izləyicilər. Sizə əsl bağ evi tapmışam. Nə deyim valla. Hər şey var burada. Bazara getməyə ehtiyac yoxdur. Gəl bura. Armudun şirəsi tökülür. Gəl bura. Vişnyovkadayıq, hərbi zavod tərəfdə. ...24 sotun içində əsl bağ evi. Əsl. Siz istəyən bağlardan. Gəl bura. Nara bax tökülür. Göyçay narıdır ya. Gəl bura. Hörmətli izləyicilər, şəxsi tikili ev istəyirsiniz. Zəng eləyirsiniz ki, biz şəxsi tikili ev istəyirik. Nə bilim, bağlı bağçalı olsun, əsl bağ olsun. Bax, bu günləri həmən ev deyəm mən. Karalyoklara bax. Gəl. Səbirli olun, evi də çəkib göstərəcəm sizə. Deməli, 24 sotdadır, 330 minə deyilir, 330 minə. Belə deyək də, burada elə bu, belə deyək, sotu 10 mindir. 24 sotu eləyir elə 240 min, 240 min bunun həyəti eləyir, lüt həyəti ya, bu bağlı bağçalıdır, buna bax. Gəl da. Bu nə ağacıdır belə? Tuta bax. Tut da. Karalyok. Su xətləri də çəkilib ha. Ona bax, balaca stulda otur orada. Qəşşək. Otursan burada qadın. Bu şey eləyib yağış bunu. Otursan burada qəşşək. Nədir o? Karalyok. Ver mənə qopardım mı? Basacaq. Ha? Yaxşı. Ha, 330 minə deyirik. Sənədlər tam qaydasındadır. Səbirli olun, evimizdə göstərəcəm. Bağ bağçada, meşədə, meşənin içində ev. Getdik. Bax, su xətləri də çəkilib. Ev sahibi burada yaşamır. Yəni, istifadə eləmir. Bu boyda bağ bağçaya buna bax. Hə, burada nə eləmək olar? İndi bu ev deyilir, bu sotla 330 minə deyilir. Amma buranı 5 sotda da siz əldə eləyə bilərsiniz. 6 sotda da. Ora bax, ora çək. 5 sotda da əldə eləyə bilərsiniz. 4 sotda da əldə eləyə bilərsiniz. Qiymətləri olacaq başqa. Deməli, 5 sotda eləyəcək 170 min. 4 sotda eləyəcək 160 min. Bax, bağçası. Keçək evimiz tərəfə. Ya buradan bir dənə çəkim mən bir. Buranı da görsədək. Hörmətli izləyicilər, izləyin. Bəyənin düyməsini basın. Hə, o tərəfə gelsin. Gedək, buradan gedək, yaxşı. Həyətində deməli, quş saxlamaq üçün, toyuq cüzə saxlamaq üçün hini. İç saxlamaq üçün valiyer. Qazanxana, bax, sol tərəfdədir. Çək görsət. Hələ təndiri də var, ha. Deyir, mən belə təndir görməmişdim. Təndir yerin altındadır. Nə yeyirsən? Zeytun da var. Hə. Bax, bu sol tərəfdə qazanxana, iç saxlamaq üçün, toyuq cüzə saxlamaq üçün. Gedək də, gedək evimizi göstərək. Şəxsi tikili ev istəyənlər buyurun. Zəng eləyin. Bağı, bağça, güllü çiçək. Hə, gəldi evimizin qabaq hissəsinə. Burada bisetkasıdır. Bura bisetkasıdır. Zirzəmisi. Evimiz bax budur. Deməli, 5 sotla, 4 sotla mümkündür. Üzü bax, buradan o tərəfə veriləcək. Bax, o tərəfə. O, nar ağaçlarına kimi 5 sotdur. Bu tərəfdə. Botanika bağıdır, botaniski sad. Hə, gəl bura. Buradan da həyətinə girmək olur. Bu da bax, təndiridir burada. Baxın. İki verdik. Hə. Bax, quyusu buradadır. Quyu suyu, içmək. İçməlidir. 6 ton su çəni. Gəl bura. Çək onu görsət. 6 ton su. Evimizin arxasına keçmək olar. Reşotkaları vurulubdur. Yəni, evimiz kürsülüdür. Burada yəni nəmişlik zat yoxdur. Yəni, istirahət eləmək üçün, yaşamaq üçün, əsəb sakitdir. Sağlamlıq istəyirsənsə, qardaş, gəl, bax, buradır. Sağlamlıq, bax, buradır. Bura mətbəximizdir. Əsas giriş qapımız buradır. Yəni, köhnə stildə də belədir, klassikadır.
Köhnə stildədir. Bağı bağçasına ki, söhbət yoxdur da, yəni. Hə, döşəməsi taxta poldur. Baxaq, birinci bax bu otağa, mətbəxə. Bura mətbəximizdir. Kombisi radiatorlar var, yəni belə asvecit eləməyə ehtiyac var. Amma belə uçulub sökülmür. Zirzəmi, dama çıxış. Bu birinci otaqdır. Burada qardirofdur. Bu belə zaldır. Bu zaldan 2 dənə otaq ayrılır. 1, 2. Çək görsəniz otaqlar. 1, 2. Bura digər otaqdır. Hamısında radiatorları var. Bura hamam tuvaleti də ayrı. İşığı yanmırdı. Bax, bura ayaq yolsudur. Bura hamamıdır. Bu da balaca bir otaqdır belə. Hə. Ümumi dedim də sizə qiymət 330 mindir. 330 min kupça çıxarış tam mülkiyyət. İnterneti də var idi. Hə, bir də müşahidə kamerası var. Bütün həyətdə müşahidə video kameralar var. Əsl sağlamlıq istəyən buyurun. Alın, gəlin, oturun, yaşayın, dincəlin. Ləzzətdir də, üzümə bax. Bəh. Baxan yoxdur, bu üzümlər var burada. Üçün bir sözlə də bazara getməyin, belə deyək, bir 80% ehtiyac yoxdur bazara get. Bazar özü buradadır. Yaşa, buradan da əli uzad oradan meyvədən qət qoy stolun üstünə. Sağ olun.